Prezident İlham Əliyev sentyabrın 27-sində Anım günündə Gəncə Memorial kompleksinin açılışında iştirak edib. Əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Prezident Anım günü ilə əlaqədar Gəncə Memorial kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına kompleks barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks, 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsəd daşıyır. Bildirilib ki, memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə, yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı izi, krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılan binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Aypara formalı 2 mərtəbəli binanın ümumi sahəsi 2400 kvadrat metrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan çox funksiyalı zal yerləşir. Xatırladaq ki, cəbhə xəttindən 80 km aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-sində Ermənistan silahlı qüvvələrinin Toçka-U, Smerç, Skat və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6 uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.